edirik əziz tamaşaçılar. Yenidən xoş gördük sizi, salamlayırıq sizi və hal-hazırda studiyamızın çox gözəl həkim qonağı var. Gözünüz gözəllik görsün. Tibb elmləri doktoru, tərəqqi medallı Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlahət Qəhrəmanova bizlə bərabərdir. O çərşənbəniz mübarək. Çox sağ olun. Mən də hamını təbrik eləyirəm bu çərşənbə münasibəti ilə. Çünki çərşənbələr bizim ən əziz bayramlarımızdır. Bəli. Ona görə hər kəsə ruzi bərəkət, can sağlığı arzulayıram. Var olasınız və dünən bizim dəyərli Məlahət xanımın doğum günü idi. Mən özümə borc bilirəm. Düzdür, getdik onu təbrik elədik. O məclisdə sağ olsun bizi də dəvət eləmişdi və elə paylaşmışıq. Həm Instagram səhifəmizdə, doktorumuzun da elə klinikasının səhifəsi ilə müştərək olaraq Allahdan sizə can sağlığı arzulayıram. Biz sizi çox sevirik. Tamaşaçılar sizi çox sevir. Bax, bu 20 ildir ki, mən artıq sizi tanıyıram. Bu müddət ərzində bir gün belə dəyişmədiniz. Elə ilk gün gördüyüm o dəyərli Məlahət xanım, ürəyi geniş, səmimi, hər kəsin yaxşılığını istəyən insan və peşəkar həkim. Uğurlarınız bol olsun. Təşəkkür edirəm, var olasınız. Mən təbii ki, biz bütün kanallarda oluruq, hər kəsi can sağlığı arzulayıram. ATV kanalı mənim doğma yerimdir. Çünki mən 20 ildən çoxdur, mən bu kanala hər həftə demək olar ki, gəlirəm. Və ona görə də təbii ki, mən buranın rəhbərliyinə də, Azər müəllimə də, ümumiyyətlə burada işləyən bütün işçilərə minnətdarlığımı bildirirəm. Həqiqətən burada bir doğmalıq var, burada bir, deyərdim ki, isti ocağımız var. Ona görə biz ATV-ni sevirik. Biz də sizi sevirik. Bu çərşənbə günü münasibəti ilə mən bütün işçiləri təbrik edirəm. Var olasınız. Və Məlahət xanım bilirsiniz ki, həftə içi hər gün Sabit Rəhman küçəsi 11-də yerləşən Nərgiz Tibb Mərkəzində olur. Orada çox böyük bir həkim kollektivi çalışır. Müxtəlif xəstəliklərlə bağlı, müxtəlif əlamətlərlə bağlı, diaqnozlarla bağlı, müalicə və müayinələrlə bağlı müraciət edə biləcəyiniz bir məkandır. Və bilirsiniz, Nərgiz Tibb Mərkəzi 20 ildən artıqdır ki, fəaliyyət göstərir və fəaliyyət göstərdiyi müddətdə də yüzlərlə, minlərlə pasientin etimadını qazanan klinikalardan biridir. Əlaqə nömrəsi ekranlarda 051 388 70 70, 012 541 70 70, istər parazitar qurd xəstəlikləri, dəri xəstəlikləri, endokrinoloji xəstəliklər, qaraciyər və öt kisəsi problemləri, kosmetoloji prosedurlar, ultrasəs müayinəsi, istənilən laborator müayinələr üçün buyurub müraciət edə bilərsiniz Nərgiz klinikasına və Nərgiz klinikasının həkim kollektivi də daimi olaraq səfərlər də edir. Bu həftə, yəni həftənin şənbə günü, martın 7-si tarixində bizim cənub bölgəmizə, Lənkəranımıza gələcək Nərgiz Tibb Mərkəzinin həkim kollektivi, təbii ki, başda Məlahət Qəhrəmanova olmaqla, həmçinin bizim Günel xanım, həkim kosmetologumuz Günel Qəhrəmanova buradan salamlayırıq. Tibb elmləri doktoru Məlahət xanım, öd qaraciyər, mədə bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsi üçün. Həmçinin psixoloqlar da orada olacaq, nevropatoloq da bu səfərə qoşulacaq. Harada baş tutacaq? Lənkəranda yerləşən Logos Psixoloji Mərkəzində. Buradan o kollektivi də salamlayırıq, Tərənə xanımı da salamlayırıq. Eyni zamanda diqqət dağınıqlığı olan, gec danışan, kifoz, lardoz, skalyozdan əziyyət çəkən bizim balalarımız, uşaqlarımız da bu qəbulda iştirak edə bilərlər. Yazılmaq üçün 051 388 70 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin Lənkəran Logosunda əlaqə nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 050 716 46 48. Birazdan bu elanı yenidən səsləndirəcəm, ətraflı məlumat verəcəyik, bu haqda danışacağıq. Amma bu mövsümdə xüsusən əziyyət çəkdiyimiz bir problemə toxunmaq istədik. Bugün Məlahət xanımla bərabər saç tökülmələrindən danışacağıq. Bəli, yaz qabağı ümumiyyətlə elə saç xəstəlikləri deyək. Bəli, xəstəlikləri deyək. Bütün il boyu tökülə bilər. Amma mövsüm dəyişdikdə də çox bundan üzləşən insanlar var. O da orqanizmdə vitamin balansının zəifləməsi və hormonlarda gedən dəyişiklik, ümumi stres faktorları, bunlar hamısı saçın tökülməsinə təsir edir. Amma əsas biz öncə götürək ki, biz sağlam saçlarımızı qoruyaq. Biz sağlam saç deyəndə, əgər bugün saçım tökülmürsə, saçım narahat deyilsə, mən onu qorumalıyam. Əgər saç xəstələnəndən sonra onu müalicə etmək də daha çətin olur. Saçı xəstələnmək niyə deyirəm? Bizim mədə bağırsaq problemimiz olarsa saçımızda görünəcək. Bizdə öd qaraciyər problemi olarsa saçımızda mütləq görünəcək. Hormonlarımızda problem olarsa görünəcək. Sinir sistemimizdə olan gərginlik, autoimmun xəstəliklər,
Görün, orqanizmdə nə olsa saç zərər görür. Ona görə saçları zamanında, vaxtında qorumaq lazımdır ki, həmin xəstəliklərin vaxtında qarşısını almaq lazımdır ki, həmin müddətdə də saçların tökülməsi azalsın. Saçın dərisində olan problemlər saçın tökülməsinə də səbəb olur. Sebariyalardır, dəmrovlardır, sızanaqlardır, dəridə olan qaşınmalardır, göbələkdir. Bunların hamısı saça təsir edir. Və sebariya özü bugün çox yayğındır. Dəridə olan qızartı, kəpək. Bəli, əslində biz fikirləşirik ki, bugün məsələn saçımızda qaşınma, yağlılıq varsa, nəyisə çəkəcək, onu müalicə edəcək, elə bir şey yoxdur. Saçı bəzən o qədər mən zaman keçdikcə, illər keçdikcə, mən özüm öz təcrübəmdə gördüm ki, saç nə qədər həssasdır və nə qədər diqqət istəyir. Bəli. Bütün günü işlətdiyimiz fen olsun, kimyəvi boyalar olsun. Qulluq vasitələri olsun, bəli, istədiyimiz laklar, hər bir şey saça öz təsirini göstərir. Düzdür, məsələn, Günay xanım onsuz keçinə bilməz. Bəli, mümkün deyil. Çünki siz efirə çıxırsınız, gəlirsiniz. Amma saçı da dincəltmək, saça da qulluq normal olarsa, onları atlada bilirik, təsir eləmək. Amma bəzən insanlar, məsələn, gəlirlər bir çox yerlərdə, mən bunu müşahidə eləmişəm. Vaxtı-vaxtında yuyulmur, məsələn, vaxtı-vaxtında düzgün qulluq olunmur. Dırnaqda göbələk varsa, saç dibində də problem yarana bilər. Əgər biz götürsək alopesiyaları, alopesiya xəstəliyi uzun müddət müalicəyə tabi olmayan xəstəliklər sırasındadır. Bəzən xəstələrdə belə bir psixologiya var ki, mənim qonşumun saçı tez çıxdı, mən də gedib bunu eləyəcəm, məndə də tez çıxacaq. Elə bir şey yoxdur. Niyə görə? Hər orqanizm fərdidir, ayrı-ayrıdır. 10 xəstənin onundan da soruşsan, onu da deyəcək saçım tökülür. Amma hamısına eyni vasitə kömək eləyəcək, eyni müalicə kömək eləyəcək. Eyni müalicə kömək eləyə bilməz. Niyə? Birində saç tökülmə mədə bağırsaqdan ola bilər, onunda da fərqli diaqnozdan ola bilər. Oxşar əlamətlər ola bilər, amma fərqli diaqnozun qoyulması, yəni ona da fərdi yanaşma deməkdir. Altda yatan səbəb doğru tapılmalıdır. Mən bilirəm ki, sizin Nərgiz Tibb Mərkəzində müayinə aparatlarınız var. Hansı ki, bu yeni aparatlardır, ən son aparatlardır. Yəni 2026-cı ilə aid və saç dibini müayinə edirsiniz. Orada mütləq o müayinələr və analizlər götürülür. Həm tükün özündən götürülən müayinələr. Hal-hazırda ekranda. Bəli, deyək ki, saçın ultrasəs müayinəsi. Hətta belə deyərdim. Çünki tük kökündə əgər qızartı, səpki, yağlılıq, qaşınma varsa, sağlam saç olmadıqda saç töküləcək. Saçın tökülməsinin səbəbi də biri də normal saçın düzgün olmaması, qulluğun düzgün olmaması, müalicənin düzgün aparılmaması. Məsələn, efirlərdə həmişə deyirik, biz saç müalicəsində daxili mütləq nəzərə alırıq. Daxili müalicəni nəzərə almadan aparılan müalicə bəzən effekt verməyə bilər. Kimisə paraziti var. Parazit olan yerdə vitamin balansı normal ola bilməz. Vitamin balansı normal deyilsə, təbii ki, saç kökləri qidalanmayacaq və tökülməyə məruz qalacaq. Tökülmə isə adətən təmiz, sağlam dəri olmalıdır ki, saçı saxlasın. Əgər xəstə dəridirsə, başın dərisi, onda bəzən heç bir müalicə onlara kömək eləmir və tökülmə sürətlənir. Məsələn, alopesiya xəstələri çox gəlirlər yanımıza. Bəli, elə görüntüdə də elə bir xəstəlik tamamilə tökülmüş. Alopesiya tam tökülür. Birinci, məsələn, halqa bir yerdən başlaya bilər. Sonra saçın arxasından, sonra, məsələn, ümumi tökülmə olur. Qaş gedir, kiprik gedir və bunları doğru düzgün analiz eləsək, dəqiqləşdirsək, biz baxıb düzgün eləmədən o müalicəni aparmarıq. Biz deyirik, ödün qaraciyər. Qaraciyərin rolu çox böyükdür. Nəinki saçda, bütün orqanizm üçün sabit mühitin saxlanmasında, qaraciyərdə daxili mühitin sabit saxlanmasında çox böyük rolu var. Bugün vitamin balansımız zəifdirsə qaraciyərdə, biz onu necə gücləndirməliyik? Yəni, burası sürtməkdən, hansısa serum, hansısa balzam. Mən, məsələn, xəstələrimizə tövsiyə edirik ki, gəlin, biz sizə nə lazımdır anlaşma verək, biz sizə köməklik göstərək, sonra müalicənizi alın. Yəni, konsultasiya onun üçündür ki, xəstə aşkarlasın, bilsin,
dəqiq diaqnozu Səbəbi biləndən sonra daha bəli. rahat olur. Bəli, və Məlahət balzamları var, hansı ki, elə bizim dəyərli Məlahət xanımın adı ilə bağlıdır. Elə ekranlarınızda görürsünüz hal-hazırda. O balzamlar vasitəsilə nə qədər bu saç problemindən əziyyət çəkən insanlar var, onlar qurtulublar bu problemlərdən. Bax, ekranda görürsünüz hal-hazırda. Tam bitki tərkibli bir məlhəmdir, geldir, Məlahət geli, Məlahət balzamları adı altında və elə Nərgiz Tibb Mərkəzinin öz əczaxanasında satılır. Həmçinin parazitalgen və onun patentlərini gördünüz hal-hazırda. Bax, elə bu saç tökülməsinin birbaşa parazitar xəstəliklərlə də bağlılığı var. Xüsusən indi valideynlər, Məlahət xanım, bizə o qədər yazırlar və uşaqlarının fotolarını atırlar. Bəzi yerlərdə siz dediyiniz kimi qəpik boyda, qoz ölçüsündə tökülmələr müşahidə olunur. Bəzən onu müəyyən müalicə vasitələrindən istifadə edərək sağaltmağa çalışırlar. Bizim bir neçə xəstələr var ki, məsələn, bu xəstələr əvvəllər bizdə müalicə alır. Maraqlıdır, xəstələrin bu günləri elə bir neçəsi bunun üçün gəlmişdi. Məsələn, 3 il, 5 il qabaq müalicəni alıb, gəlib klinikə. 2 ay, 3 ay alıb, yaxşı olub, dayandırıb müalicəni. Amma indi təkrar problemi olanda bir neçə həkimə gedib, yenə onu qane eləmir, yenə də sonunda Nərgiz klinikasına yaxınlaşıb və biz lazımı tədbirləri görürük, lazım müalicələri təyinat veririk. Amma dəfələrlə olub ki, hansısa qonşu, hansısa qohum, kimsə, nəsə deyir ki, məsələn, getdim, aptekdə mənə məsləhət gördülər, bunu aldım, çəkdim. Ya gedir hər hansı bir həkimə, hər hansı bir hormonal dərmanı içir, deyir, mən yaxşı oldum, sən də ged elə. Amma bu hormonal preparat kəsilən kimi yenidən eyni mənzərə, eyni vəziyyət. Dökülməyə başlayır və buna görə də biz çalışırıq ki, müalicələri elə aparaq ki, hər tərəfli və düzgün olsun ki, xəstə məmnun qala bilsin. Məlahət xanım, baxın, saç tökülməsindən danışırıqsa, bunu öt durğunluğu ilə də əlaqələndirə bilərikmi? Müasir dövrdə qeyri-nizamsız bizim bu qidalanmalarımız buna səbəb ola bilərmi? Baxın, bir söz deyim ki, bugün biz belə nəzər salsaq, saç tökülməsi çoxdur. Bəli. Alopesiya yayğındır. Rayonlardan daha çox gəlir. Sebariyə Bakı əhalisinin deyərdim ki, bir 80-70%-də var. Həm dəridə, həm saç köklərində. Ona görə çalışmaq lazımdır ki, müalicələri elə aparasan ki, onun effekti yaxşı olsun. Və şəbəkələrdə, sosial şəbəkələrdə müəyyən serumlar, müəyyən qatqılar çək. Hə, filan kəs istifadə edir, alın mən də istifadə edirəm. O ona heç bir xeyri eləmir. Bəzən də elə dərilər, öz başına maskalar, öz başına müəyyən məsələn vasitələrdən istifadə edirlər. Sonra onların özü də gəlir bizim klinikamıza. Məsələn, şampunlar axtarırlar. Yuyucu vasitədir də şampun bilirik. Ki, mən elə axtarım ki, saç tökülməsinə qarşı bir şampun olsun. Bunların doğrudan da bir həqiqətən köməyi var. Baxın, onlar yuyucu vasitədir. Onların heç bir köməyi yoxdur. Bəzən həddindən artıq kimyəvi təsirli olan şampunlar daha çox tökür. Məsələn, daha yumuşaq olan, xəstə gedir, məsələn, alır başqa bir markanı, onda öz rahatçılığını tapır, deyir, hə, bu marka yaxşıdır. Amma hər şey təcrübə göstərir. Hər şeydə illərin təcrübəsi var. Yəni, bugün də bizim əsas mövzu saç olduğu üçün saçla dəri üzərində bir də onu vurğulamaq istəyirəm ki, saçla yanaşı bəzi xəstələrdə üzdə də sevariyaların olması, burun ətrafı qıraqlarda belə qızartıların, qabıqların, sinənin tüklü nahiyəsində dediyimiz kimi onların olması müşahidə olunur. Bir də doktor, bizə indi hal-hazırda qaynar xəttimizə, canlı yayımıza, Instagram səhifəmizə çox sayda kəpəkdən, yəni saç köklərində olan kəpəkdən əziyyət çəkən insanlar yazır və təbii ki, kəpək varsa, eyni zamanda saç tökülməsi də olacaq. Bəli, təbii ki, sağlam dəri olmayanda saç töküləcək. Və bizdə orada fotolar var idi, hansı ki, bax, yeni çəkilişdə müxtəlif yaş qrupundan olan həm bizim balalarımızın şəkilləri, həm böyüklərin şəkilləri istəyirəm onları görək və baxın, Nərgiz klinikasında Məlahət xanımın müalicəsi ilə alınan nəticələrdir bunlar və bax, ocaqlı alopesiya ilə bağlı hal-hazırda yazanlar var, hansı ki, deyir ki, dairəvi formada saç tökülməsi. Buna da ocaqlı alopesiya deyirlər. Bəzən xəstələr görsən ki, balaca bir halda olur, nahiyədə, bir-iki nahiyədə olur. Gözləyir, deyir, keçib gedər, ya gedir, yüngül bir müalicə alır, effektini də görmür. Amma əslində müalicə o deməkdir ki, xəstə öz effektini ala bilsin. Əgər hormonal dərmanlar istifadə eləyəcək, lazım olmayan dərmanları istifadə etdikdə
kökəlmə baş verir və saç istədiyin nəticədə olmur. Doktor, bax, hal-hazırda müxtəlif yaş qrupundan olan uşaqları görürük. Uşaqlarda əsasən saç tökülməsi niyə yaranır? Baxın, uşaqlarda saç tökülməsi vitamin balansının zəif olması, immun sistemin zəif olması nəticəsində tökülə bilir. Ümumiyyətlə, saç tökülməsinin əsas səbəblərindən biri də orqanizmdə vitamin çatışmamazlığı, qurdun olması. Bunlar özü də saça böyük təsirini göstərir. Əlaqə nömrəsini qeyd edirəm. Nərgiz Tibb Mərkəzi hal-hazırda ekranlarınızda 051 388 70 70 012 541 70 70 və bir daha səslənirəm bizim Lənkəran bölgəsinə. Əziz Lənkəranlılar, əziz cənub zonamız, Lənkəran şəhərində yerləşən Logos Psixoloji Mərkəzində martın 7-si nevropatoloq, psixoloq, həkim kosmetoloq da iştirak edəcək. Yəni bu həkim ixtisasları Günel xanımı da buradan salamlayırıq, dəyərli Günel Qəhrəmanova və tibb elmləri doktoru dəyərli Məlahət xanımın iştirakı ilə öd qaraciyərində problemi olanlar, mədə-bağırsaq problemi yaşayanlar, parazitar xəstəliklərdən əziyyət çəkənlər, yəni qurd növlərindən əziyyət çəkənlər, dəri və saç xəstəliklərindən əziyyət çəkənlər, saç tökülməsindən əziyyət çəkənlər bax hal-hazırda bizə çox yazırlar Lənkərandan. Müayinə və müalicə üçün müraciət edə bilərsiniz. Eyni zamanda mən o valideynlərə səslənirəm ki, övladlarının diqqət dağınıqlığından şikayətçidirlər. Söyləyirlər ki, başı var, oxumur, narahatdır, hiperaktivdir və eyni zamanda gec danışır və yaxud da hər hansı bir kifozla, lardozla, skalyozla bağlı bir problemi var. Onlar da ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayaraq bu qəbula yazıla bilərsiniz. Dediyim kimi, həm Lənkəran, həm də Lənkərana yaxın ərazilərdən olan pasientlər qoşula bilərlər. Yaxınlaşa bilər. Bəli. Saçın tökülməyinin ilk öncə səbəbini tapmadan aparılan müalicə effekt almır. Bəli. Əsasən də o yuyucu vasitələr, şampunlar, bunlar bizim yuyucu vasitədir. Onlar bizim heç bir orqanizmamıza nə mənfi, nə müsbət təsiri olmaya bilər. Bəzən xəstələr elə bilir ki, təsadüfi saç tökülməsi dayanırsa, o demək deyil ki, bu saçın tökülməsi dayandı, hər şey düzəldi. Amma daxili balans normal olmazsa, mütləq onu nəzərə almaq lazımdır. Və hal-hazırda bizi yeni ana olan xanımlarımız da izləyirlər və onlar da çox sual verirlər. Təbii ki, həyəcana ehtiyacı yoxdur, qorxmağa ehtiyacı yoxdur. Məlahət xanıma müraciət edərək bu problemlərdən qurtula bilərsiniz. Amma bir xanımımız yazır ki, yeni ana olmuşam, saçlarım çox tökülür. Bu dayanacaqmı, yoxsa mən müalicə almalıyam? Mütləq müalicə alsın. Dayanmağı odur ki, əgər daxildən ana olan zaman o öz vitaminlərini belə deyək də, balası ilə bölüşür və burada vitamin azlığı əmələ gəlir. Əgər doğru düzgün müalicəni apararsa, o xəstələr vitamin balansı normal olarsa, vitaminlərlə zəngin qidalanma, göyərti, meyvə, tərəvəz çox effektiv təsir verə bilər ki, o saç tökülməsinin qarşısını alsın. Amma yuyucu vasitəni istifadə edib şampundan sən nə nəticə alır? Şampun heç vaxt müalicə eləmir. Şampun yuyucu vasitədir. Siz ondan ancaq saçınızı yumaq üçün o qırılma, o tökülmə, o saç dibində olan travmalar tədricən tökülə bilər. Verək. Hansı ki, o nəticələri görəcəksiniz və bu nəticələr real nəticələrdir və dəfələrlə Məlahət xanım müxtəlif proqramlarda, müxtəlif kanallarda öz nəticələrini nümayiş etdirib. Əslində, onun buna ehtiyacı yoxdur. Çünki hal-hazırda təkcə Azərbaycanın bölgələrindən, Bakının kəndlərindən, Bakının özündən yox, dünyanın bir çox ölkələrindən məhz Nərgiz Tibb Mərkəzinə bu müalicələr üçün gəlirlər. İstər dəri xəstəlikləri olsun, istər saç tökülmələri olsun, istər öd və qaraciyər problemləri olsun və parazitar qurd xəstəlikləri ilə də bağlı, endokrinoloji xəstəliklərlə də bağlı, eyni zamanda kosmetoloji prosedurlar, ultrasəs müayinəsi, laborator müayinələr, aknelər, üstlərintisində olan səpkilər, qızartılar, sızanaqları tam aradan qaldırırıq. Və hal-hazırda bizə sebareya ilə bağlı çox yazan izləyicilərimiz var ki, ümumiyyətlə sebareyanın müalicəsi varmı, ya yoxmu? Dəfələrlə biz burada həmin fotoları, həmin insanları nümayiş etdirmişik. Təbii ki, onların icazəsi ilə. Sebareya da elə bir bəladır ki, insanları cəmiyyətdən təcrid edir. Bəzən buna görə işindən belə ayrılan insanlar var. Çünki ünsiyyətə girməkdə çətinlik çəkirlər. Elə xəstələrimiz var ki, məsələn, 40 yaşında, 45 yaşında, 50 yaşında oğlanı gəlir, deyir, mən nə evlənə bilirəm, nə iş tapa bilirəm, getdiyim yerdə həmişə
Məsələn, uşaqlar belə məktəbə gedəndə çətinlik çəkir ki, onlarda kimsə lağa qoyur, kimsə onlarını yəni düzgün rəftar eləmir və bu da təbii ki, həmin insana psixoloji təsir göstərir. Və insanlar düşünməlidir ki, alopesiya xəstəliyini bugün bizim Azərbaycanda biz Nərgiz klinikası olaraq eləyə biliriksə, burada aparılan müalicələr tam təbiidir. Heç bir kimyəvi qatqı yoxdur, heç bir kimyəvi məhsullardan istifadə olunmur. Sırf Azərbaycanın dərman bitkilərindən istifadə olunur. Hansı ki, bu da çox önəmlidir və dəyərli Məlahət xanımın onlarla patentləri var. Bizim tərəqqi medallı tibb elmləri doktorumuzdur və hal-hazırda ekranda yayımlanan istər parazital gen şərbəti olsun, istər Məlahət geli və balzamları olsun, kapsullar olsun, hansı ki, elə qurd xəstəlikləri ilə bağlı görürsünüz bu fotoları ekranlarda, hansı ki, uşaqların böyüməsinə maneçilik törədir, onları çəkidən və boydan geri qalmasına mane olur və təkcə uşaqlarda yox, böyüklərdə yaratdığı problemlər, əsəb xəstəlikləri, hansı ki, bu problemlərin də aradan qaldırılmasında Məlahət xanımın çox gözəl özünə məxsus müalicə növləri var. Müalicə metodlarının içərisində ən çox da məsələn bizim relaks çayımızdan istifadə edirik. Bizim öz çaylarımız, siroplarımız, şərbətlərimiz var ki, bunlardan istifadə edərək həm daxili, həm yerli müalicəni apara bilirik. Və elə ekranda gördüyünüz bu nəticələr, bax, mən istəyirəm ki, bunu böyük ekranda görsünlər tamaşaçılarımız. Bax, hal-hazırda yayımlanan o hansı ki, o nəticə var idi. Orada onlarla pasiyentin, hər yaş qrupundan olan insanın əvvəl və sonralarını görürsünüz. Və xüsusən də valideynlərə səslənirəm. Çox yazırsınız ki, övladlarımızda saç tökülməsi başlayıb. Dairəvi formada tökülür. Yəni, bu dairəvi saç tökülməsi bayaq doktorun qeyd etdiyi ocaqlı alopesiyadır. Onlara nə söyləyək? Yəni, gec qalmasınlar, vaxtında müraciət etsinlər. Vaxtında həkimə müraciət etmək lazımdır. Məsələn, kiçik yaşlı uşaqları gətirirlər. Ya görürsən, o 14-13 yaşında uşaqların keçid devridir. Onlarda stres faktorları, testosteronun yüksəlməsi, azalması ilə əlaqədar çox böyük, məsələn, bu barədə işlər görülür. Bəli, müraciət eləyə bilərsiniz. Əlaqə nömrələri ekranlarda 051 388 70 70, 012 541 70 70 və öd durğunluğu ilə bağlı sual verən izləyicilərimiz, yeməkdən sonra yaranan qaz, köp, narahatlıq, sanki boğuluram, hərəkət etmək istəmirəm deyənlərə nə deyək? Öd qaraciyərdən əziyyət çəkən insanlar birinci növbədə bilməlidir, qida rasionuna diqqət eləməlidir, medikamentoz müalicədən, güclü ağır dərman preparatlarından uzaq olmalıdırlar, mədə-bağırsaq traktını qorumalıdırlar. Ümumiyyətlə, orqanizmdə ən çox xəstəliklər yaradan birinci bizim yoğun bağırsaqdır, bizim nazik bağırsaqdır. Məsələn, blastosistisi olan xəstələr uzun müddət gəh hishala, gəh qəbizliyə meyilli olurlar və orada düzgün müalicə getdikdə daha effektiv nəticə almaq olur. Amma biz çalışırıq ki, xəstələrimizə, pasiyentlərimizə müalicələri elə tətbiq edək ki, ən azından onlar həyatlarına qayıda bilsinlər. O alopesiyalı uşaqları mən görəndə həmişə ürəyim ağrıyıb. Çünki o uşaqlar həqiqətən də siz dediyiniz kimi cəmiyyətdən uzaq olurlar. Bəli, təcrid olunurlar, heç kimlə ünsiyyət qurmaq istəmirlər. Amma şükürlər olsun, müalicədən sonra heç elə bilirsən qabağındakı həmin adam deyil. Dəfələrlə bu nəticələri biz efirimizdə nümayiş etdirmişik və bir daha səslənirəm bizi cənub bölgəmizdən izləyənlərə. Bilirəm, Lənkərandan, Lerikdən, Masallıdan, Astaradan, Cəlləbatdan, yəni təbii ki, hamısını sadalaya bilmərəm. Kəndlərin, qəsəbələrinin adını da qoşsaq bura, yəni vaxtımız yetməz buna. Amma hər biriniz Məlahət xanım və onun həkim kollektivinin martın 7-sində Lənkəran Logos Psixoloji Mərkəzində baş tutacaq qəbuluna indidən yazıla bilərsiniz. Əlaqə nömrəsi 051 388 70 70 və yararlana bilərsiniz. Xüsusən uşaqlarla bağlı problemlər olan, yəni diqqət dağınıklığından əziyyət çəkənlər, gec danışan övladlarınız varsa, narahatsızsa, bir müayinə istəyirsinizsə, nevropatoloq da orada olacaq, psixoloq da olacaq. Həmçinin gözəlləşməklə bağlı prosedurlar istəyənlər həkim kosmetoloqumuz Günel Qəhrəmanovanın xidmətlərindən yararlana bilərlər və təbii ki, tibb elmləri doktoru Məlahət Qəhrəmanova başda olmaqla istər öd qaraciyər, mədə bağırsaq, parazitar, dəri və saç xəstəlikləri ilə də bağlı müraciət edə bilərsiniz. Mən Məlahət xanıma təşəkkür etmək istəyirəm. Çox sağ olun, var olasınız. Mən də hər kəsi yenə də təbrik eləyirəm. Can sağlığı arzulayıram.
sağlam olmağa çalışın, sağlam qida ilə qidalanın. Var olasınız. Minnətdaram dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün. 051 388 70 70 həkimimizin qəbul nömrəsi həm Bakı, həmçinin Lənkəran qəbuluna yazılmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Və əziz tamaşaçılar,